Xoş gördük. Bugünkü araşdırmamızda həqiqətən qəribə və ziddiyyətli bir canlınız, elmi adıyla Karasius, çoxumuzun isə karas və ya daban balığı kimi tanıdığı balığı incələyəcəyik. Təsəvvür edin, qarşımızda eyni vaxtda həm təbiətin əsl sağ qalma möcüzəsi, həm də yerli su hövzələrimiz üçün əsl ekoloji kabus olan bir canlı var. Çox maraqlıdır, elə deyilmi? Yaxşı, gəlin görək bugün nələrdən danışacağıq. Biz bu balığın bioloji xüsusiyyətlərinə, gümüşü və qızılı növləri arasındakı fərqlərə, unikal çoxalma sisteminə, ekosistemə vurduğu zərərlərə, onu necə ovlamağa və təbii ki, sağlamlıq faydaları ilə təhlükəsiz bişirilmə qaydalarına qısaca nəzər salacağıq. Elə isə birinci hissədən, yəni bioloji xüsusiyyətlərdən başlayaq. Bilirsinizmi, karas sözün əsl mənasında bir survivor'dır, yəni sağ qalma ustasıdır. Digər balıqların dərhal tələf olacağı, oksigenin tam tükəndiyi, hətta üstü buz bağlamış, donmuş sularda belə, o maddələr mübadiləsini yavaşladır və birbaşa palçığa dərin baş vuraraq aylarla sağ qala bilir. Təbiətdə bu cür ekstremal dözümlülüyə çox nadir hallarda rast gəlinir. Əslində onların hər yerdə belə asanlıqla sağ qalmasının bir sirri də var. Yemək seçmirlər. Opportunist qidalanırlar. Gölün və ya lilli çayın dibində tapdıqları bentoslar, su bitkiləri, müxtəlif xırdaqurdular, həşərat sürfələri və planktonlar bir sözlə qarşılarına çıxan və yeyilə bilən hər şeyi ləzzətlə həzm edirlər. İkinci hissə gümüşü və qızılı növlər. Gəlin sularımızda ən çox rast gəlinən iki əsas növü, gümüşü və qızılı daban balıqlarını müqayisə edək. Biri iri pulcuqları və açıq gümüşü rəngi ilə, digəri isə tam fərqli, parlaq, qızılı qəhvəyə çaları ilə dərhal seçilir. Maraqlı fakt odur ki, gümüşü növ sularımızda daha çox yayılıb, amma fiziki olaraq qızılı növ əslində daha çox böyüyə bilir. Uyğun şərait olanda qızılı karas 50 santimetrə qədər uzanıb, düz 3 kiloqram ağırlığa çata bilir. Üçüncü hissə, unikal ürəmə və yüksək dözümlülük. İndi isə gəlirik ən qəribə və heyrətamiz məqama. Biologiyada kinoagenez adlanan bir hadisə var. Mahiyyətcə, dişi gümüşü karas özünü sadəcə olaraq klonlayır. Sırf prosesi başlatmaq üçün tamamilə fərqli balıqların, məsələn çəkinin spermasından bir tətikləyici kimi istifadə edir. Heç bir genetik qarışım baş vermir, DNT də dəyişmir. Elə bil ki, təkamül bu balığa xüsusi bir fırıldaq öyrədib. Üstəlik, çoxalma miqyası o qədər nəhəngdir ki, suyun temperaturu cəmi 10 və 23 dərəcə arasında olduqda belə, tək bir dişi fərd eyni anda 250.700-ə qədər kürü verə bilər. Düşünə bilirsinizmi? 250.000-dən çox. Dördüncü hissə ekoloji təhlükə və tənzimlənmə. Bax, elə həmin o qorxunc çoxalma sürəti bizi əsas problemə gətirib çıxarır. 1980-ci illərdə Orta Asiyadan gətirilən bitki yeyən balıqların içərisində təsadüfən sularımıza düşdülər. Çox qısa müddət ərzində bu kiçik təsadüf hazırda Kür çayı hövzəsini və böyük su anbarlarını cənginə alan partlayıcı, nəzarətsiz bir istilaya çevrildi. Karaslar sularımızda sakitcə yaşamırlar. Sözün əsl mənasında ekoloji xuliqandırlar. Suyun dibini daim bulandırırlar, oksigen səviyyəsini kəskin şəkildə salırlar. Və ən pisi, qida rəqabətinə girərək qızıl balıq və çək kimi qiymətli yerli növlərimizin yemini əllərindən alıb, onları öz evlərindən sıxışdırıb çıxarırlar. Sənaye və ticarət baxımından elə də böyük dəyəri olmasa da, bu istilacı növlərin verdiyi zərərin qarşısına almaq üçün balıqçılıq təsərrüfatları onların sayını dayanmadan aktiv şəkildə tənzimləmək məcburiyyətindədir. Əks halda su hövzələrindəki təbii balans qısa müddətdə çökə bilər. Beşinci hissə həvəskar balıqçılıq metodları. Amma burada həvəskar balıqçılar üçün də yaxşı bir xəbər var. Təsəvvür edin, balıq tutmaqla yanaşı, ekosistemi xilas etməyə də kömək edə bilərsiniz. Xüsusilə qış və yaz aylarında qamışlıq, lilli ərazilərə gedib, qarmağa adi qarğıdalı, qurd və ya biraz xəmir taxmaq bəs edir ki, əla nəticə əldə edəsiniz. Nəhayət 6-cı hissə, sağlamlıq faydaları və təhlükəsiz bişirilmə. Qaraz balığı masamıza gəlib çatanda da o mürəkkəb, ikiyüzlü təbiətini qoruyur. Bir tərəfdən o, aşağı kalorili, 100 qramında cəmi 87 kilokalori olan, bol zülal, omega-3, fosfor və B vitaminləri ilə dolu bir qida anbarıdır. Amma digər tərəfdən, əgər çirkili sulardan ovlanıbsa, özü ilə ağır metal zəhərlənməsi və təhlükəli apistorxaz parazitləri gətirə bilər.
Düzgün şəraitdə isə o əsl şəfa mənbəyidir. Sağlamlığına diqqət edənlər bilsin ki, təmiz sudan tutulmuş bu balıq tərkibindəki yüksək omega-3 və xüsusi yağlar sayəsində xüsusilə uşaqlar və hamilə qadınlar üçün əvəz olunmazdır. O, uşaqlarda əqli inkişafı az qala 2 qat artırır və beyin hüceyrələrinin böyüməsini birbaşa dəstəkləyir. Bütün bu riskləri heç endirib sadəcə faydalarından yararlanmaq üçünsə, sizə lazım olan tək şey bu 3 qızıl qaydadır. Ağır metallardan uzaq olmaq üçün balığın mütləq təmiz sudan tutulduğuna əmin olun. Zərərli parazitləri məhv etmək üçün onu çox yaxşıca qaynadın və ya qızardın. Və nəhayət, o çoxsaylı incə, bezdirici qılçıqların boğazınızda qalmaması üçün yərkən son dərəcə ehtiyatlı olun. Beləliklə, bugünkü araşdırmamızın yekununda bir daha əmin oluruq ki, qarşımızdakı bu canlı həqiqətən mürəkkəb, həm hörmət, həm də çox diqqətli idarə etmə tələb edən qeyri-adi bir növdür. Sizi sona doğru bu düşündürücü sualla baş-başa buraxıram. Bizlər, sıravi istehlakçılar və balıqçılar olaraq bu qeyri-adi dözümlü balığın yüksək qida dəyərindən maksimum faydalanıb, eyni zamanda həssas yerli sularımızı onun işğalından necə qoruya bilərik? Təbiəti öyrənməyə və ən əsası qorumağa davam edin. Hələlik! Təbiətə hörmət, gələcək zamanı